Bir neçə ildən sonra 2018 və 2017-ci illərdə sisim partladı və 9-10 sm olcusuna çatdı. Yəni sözün əsl mənasında beynimin ucda biri yeyilib getmişdi. Beyində nəsə yeyilib çıxarıldıqda o heç vaxt yenidən boyaya bilmir. Məndə qeyri-homogen sis var idi və onun tərkibində glioblastoma hissələri də var idi ki, bu da mövcud olan ən aqressiv sis növüdür. Bunu əslində görə bilərsiniz. Biz MRT müayinəsindən kontrast maddə ilə çəkilmiş bir şəkil göstərəcəyik. Arxivlərdə bu sisdən sağ çıxan heç kimin qeydi yoxdur. İnsanlar sisin olcusundan asılı olaraq təxminən 1-2 il yaşayırlar. Amma heç kim bundan artıq yaşamır. Və mən səmimi şəkildə aminimi dedikdən sonra aydın və qəti şəkildə güclü, gür bir səsin mənə dediyini eşitdim. Mən əsla, heç vaxt, əbədi olaraq sənin ölməyinə icazə verməyəcəyəm. Və bugünkü verilişdə, hansı ki mən həqiqətən səbirsizliklə gözləyirdim, biz demək olar ki başlaya bilmədik. Çünki onunla qeyri-rəsmi şəkildə o qədər çox mövzu müzakirə etdik ki, qonağım həyatında çox ciddi, deyək ki bir travma, bir faciə yaşamış bir insandır. Belə ki, onun beynində çox aqressiv bir sis olub və bu onu demək olar ki, ölüm yatağına gətirib çıxarıb. O, Tanrı ilə qarşılaşıb və daha çox gecikmədən indi onun hekayəsini eşidəcəksiniz. Bugün bizimlə birlikdə Goran Susliça. Goran, bu podkastı qoşulmaq üçün vaxt ayırdığın üçün sənə çox təşəkkür edirəm və ümid edirəm ki, bu podkast vasitəsilə biz Tanrını ucaldacağıq və bu, başqalarını ruhlandırmaq və möhkəmləndirmək üçün xidmət edəcək. Bəli, tam əminliklə deyə bilərəm ki, mən xristian inancı içində böyümüşəm. Doğrudan da, mən bu inancın içində doğulmuşam və həyatımı az-çox, hətta xeyli dərəcədə xristian inancına sahib biri kimi yaşamışam. Amma həqiqətən dərin, köklü bir donuşum və ruhən yenidən doğulma təcrübəsi olmadan. 2010-cu ildə məndə çox ciddi bir beyin sisi diaqnozu qoyuldu. Həmin vaxt sis təxminən 4 sm olçusunda idi, kifayət qədər böyük bir kütlə idi. Məni xəstəxanaya yerləşdirdilər, amma o zaman əməliyyat olunmadı və ya cərrahi yolla çıxarılmadı. Çünki məhz o anda belə böyük bir əməliyyata tam razılıq vermədim və nəticədə evə ailəmin yanına qayıtdım. Məhz o zaman biz ailə olaraq Allaha səmimi şəkildə dua etməyə başladıq ki, məni möcüzəvi şəkildə sağaltsın. Və mən yavaş-yavaş, amma əmin addımlarla özümü daha yaxşı hiss etməyə başladım. Ümumi vəziyyətimdə və rifahimdə tədrici bir yaxşılaşma hiss etdim. Və sonra özümü yaxşı hiss etməyə başladıqca, nədənsə Allahla olan əlaqəmi itirməyə başladım. Və bundan əlavə, mən demək olar ki, elə hiss etməyə başladım ki, məni Allah yox, özüm sağaltdım. Yəni, sağlamlığımı öz hərəkətlərimə borcluyam. Bitki ekstraktlarına keçdim, ət, sud və bütün heyvan mənsəli sənaye məhsullarından imtina etdim. Mən, bilirsiniz, duzğun terapiyanın, təbii qidalanmanın, bitki ekstraktlarının dərinliyinə əməl edirdim. Saxta vitamin və minerallar olmadan, hansılar ki əslində zərərlidir və bugün sağlam qida mağazalarında satılır. Onlar əslində insan orqanizminə zərər verir. Bədənimiz yalnız bitki mənsəli maddələri qəbul edə bilir. Yalnız müxtəlif bitkilərdən həqiqi ekstrakt olan preparatları və onda onlar lazımı kimi işləyir. Bu barədə danışacaq çox şey var, amma indi buna toxunmaq istəmirəm. Məsələn, 2010-cu ildə, həmin ildə ozunuzu necə hiss edirdiniz? Həmin vaxt hər hansı ciddi baş ağrısı və ya narahatlıq hiss etdinizmi? Daimi baş ağrısı kimi, bir növ miqrə? Necə oldu ki, hey, bunu yoxlamaq üçün həkimə getmək istəyirəm dedin? Birdən husumu itirdim və dərhal təcili yardımla xəstəxanaya apardılar. Orada müayinə zamanı beynimdə təxminən 4-5 sm ölçüsündə böyük bir sisin olduğunu aşkar etdilər. Sonra dərhal hər şeyi tamamilə çıxarmaq istədilər, amma xoşbəxtlikdən əziz həyat yoldaşım buna qəti şəkildə etiraz etdi və sonda buna icazə vermədi. Beləliklə, onlar diqqətlə kəlləmi açdılar və bunu etdikdən sonra dərhal həyat yoldaşıma zəng edib hər şeyi tamamilə çıxarmaq üçün acil asqar icazəsini ciddi şəkildə istədilər. O, qəti şəkildə imtina etdi. Buna görə də onlar məni diqqətlə bağlayıb sadəcə orada qoydular. Və onların tibbi qiymətləndirməsinə görə güya mən suri şəkildə yaşamaq istəmədiyimi seçmədiyimi, bu isə çox dərin və çətin bir anlayış idi. Və çox uzun bir qayıtsız. Sonra başladım, yəni ondan əvvəl çoxlu ət və sağlam olmayan qidalar yeyirdim. O vaxtdan bəri tamamilə bitki əsaslı qidalanıram. Yalnız bitki mənşəli qidalar yeyirəm. Və ət yeməyi və digər hər şeyi dayandırdım və özümü çox daha yaxşı hiss etməyə başladım. Beləliklə, o vaxt xəstəxanada və sonrasında biz daim Allaha dua edirdik ki, bizi sağaltsın və xilas etsin, dediyim kimi.
Və vəziyyətim yaxşılaşdıqca, getdikcə unudurdum ki, sağlamlığım onun müdaxiləsinin nəticəsidir. Və yarım ildən sonra tamamilə dua etməyi və öyrənməyi dayandırdım. Əslində 1 il ərzində uzr istəyirəm və birdən-birə yenidən xəstəxanada oldu. 1 ay əvvəl müayinədə olmuşdum və burada sol tərəfdə sis tapılmışdı. Və bundan 1 ay sonra, çünki bu ən bədxassəli sisidir, məni xəstəxanaya aparanda məlum oldu ki, beynimin digər tərəfində daha uc sis əmələ gəlib. Birinin ölçüsü əsasən 1 sm, digəri isə 2 sm idi. Əslində, Basimin demək olar ki, hamısı sis tərəfindən yeyilmişdi. Və hə, bunu çox yaxşı xatırlayıram. Xəstəxana işçiləri mənə acıq şəkildə dedilər ki, sadəcə mənə kömək edə bilməzlər. Əslində evə gedib sevimli ailəmlə vidalaşmağa hazırlaşmalıyam. Baxmayaraq ki, demək olar ki, heç danışa bilmirdim. Yarı huşsuz vəziyyətdə idim, belə desək, rəmzi mənada. Və sonra şənbə günü günortası idi. Yay fəslinin qızmar vaxtı idi, təxminən 40 dərəcə isti vardı. Biz evimizin yuxarı mərtəbəsində idik və çoxlu adamlar sağalmağım üçün dua etməyə gəlmişdi. Göydə bir dənə də bulut yox idi. Amma birdən dualar zamanı elə quzğu göy gurultusu başladı ki, hamı qorxdu. Nə baş verdiyini, dünyanın sonu olub-olmadığını düşündü. O qədər bərk idi səsi və birdən-birə ozumu tamamilə yaxşı hiss etdim. Ayağa qalxdım, gücümü bərpa etdim və sonra MT uzun xəstəxanaya getdik. Orada isə məlum oldu ki, yeni yaranan bütün törəmələr sanki heç olmamış kimi yoxa çıxıb. Yəni, soldakı əsas sis o kiçilməmişdi. Amma məni olum yatağına salan sey yoxa çıxmışdı. Yəni, Allah sözün əsl mənasında beynimin o hissəsini yenidən yaratdı. ...2010-cu ildə səndə təxminən 5-6 sm ölçüsündə beyin sisi olduğu müəyyən edildi. Bu müddət ərzində bu barədə məlumat əldə etdikdən sonra bitki mənsəli pəhrizə keçdiniz. Düz deyirsən. Dəqiq. Bitki mənsəli pəhrizdə nə qədər qaldınız? Nə qədər müddətdir bitki mənsəli pəhrizdə idiniz? Düzdür, 1 il idi ki, bu pəhrizdə idim. Amma son 2-3 ayda intizamımı itirməyə başladım və adi insanlar kimi hələ də ətsiz, amma sağlamlığa zərərli qidalar yeməyə başladım. Beləliklə, cəmi 2 ay sağlam pəhrizdən və Allahdan uzaqlaşdıqdan sonra yenidən xəstələndim. Çünki əgər kimsə Allahı tərifləmirsə, ucaldıb şükür etmirsə, deməli o Allahı tərk edir. Və bundan sonra deyək ki, əvvəlki səmimi qidalanma tərzinə yenidən qayıtdınız. Belə ki, Allah yenidən bir möcüzə göstərdi və mən də yenidən hər şeyi düzgün etməyə başladım. Amma mən həm də bunu necə dəqiq və düzgün ifadə edeyim? Bilirsiniz, olduqca dərin bir vəziyyətdə müəyyən bir hissin içində idim. Dalğalanmalar. Mən dalğalı, kifayət qədər qeyri-sabit bir xətt üzərində idim. Həqiqətən sabit deyildim. Mən Allah üçün seylə çalışır və insanları daim xəbərdar edirdim, amma bu tam dolğunluqla deyildi. Və sonra bir neçə əhəmiyyətli ildən sonra konkret olaraq 2018-ci və ya 2017-ci ildə sisim partladı və 9-a 10 sm ölçüsünə çatdı. Beləliklə, beynimin ucda biri sözün əsl mənasında yeyilib yox olmuşdu. Və beyində nəsə yeyilib çıxarılanda o geri boyuya bilmir. Çünki hüceyrələr, sinir hüceyrələri boyumur. Onlar çoxalmır. Yəni, çıxarılıbsa çıxarılıb. Bəs bu nə vaxt idi? Hansı il idi bu? 2018. Və 2018-ci ildə isə o deyək ki, mənim üçün donus nöqtəsi idi, elə deyilmi? Mənə de, şəxsi həyatında ölüm qorxusu var idi səndə. Bu barədə düşünürdün, o vaxt sənin beynindən ən çox hansı fikirlər keçirdi? Bilirsən, o son anlarda, gəlin buna olum deyək, çünki elə olmalıydı, mən Allaha ən yaxın olduğum an idi. Həmin illərdə, o xüsusi və çətin dövrdə məndə həqiqətən çox ağır epileptik tutmalar olurdu. Çünki beynimin çox önəmli ucda biri tamamilə sıxılmışdı. Beləliklə, beynim o qədər təzyiq altındaydı ki, siz bunu sonra göstərəcəyimiz şəkillərdə də görəcəksiniz, beynimin digər yarısını 2 sm və ya daha çox itələmişdi. Əlbəttə, epileptik tutmaların müxtəlif mənbələri var. Hətta mənəvi kontekstdə də, yəni iki tərəf arasında bir mübarizə kimi. Amma əgər nəsə anatomik səbəbdən bas verirsə, mənim vəziyyətimdə olduğu kimi, bu artıq o aspektlə bağlı deyil. Sözün əsl mənasında beyin toxumasının məhv olması ilə bağlıdır. Və beynin qalan hissəsinə olan böyük təzyiq təxminən 2 uc dəhşətli dərəcədə qalın santimetr idi. Bu o qədər dəhşətli idi ki, sanki kimsə qəsdən 230 voltluq elektrik kabelini sadəcə 12 yox, tam 230 güclü voltu birbaşa qulağına soxur. Və acını bu tamamilə iskəncəli və dozulmaz təsiri yetərincə təsvir edə bilmirəm.
hətta nifrətlə dolu olsam və kiməsə belə bir əzab vermək istəsəm belə, bunu heç kimə, hətta Hitler kimi birinə də arzulamazdım. Belə bir işgəncə nadir hallarda yaşamır. İnsanlarla danışmışam, amma heç kim belə dəhşətli hissləri, yəni 220 voltluq bir telin bədənindən elektrik oturub səni sözün əsl mənasında parçalamasını yaşamıyor. Yəni əsasən o anda sözün əsl mənasında ölüm yatağındaydın, həyatının sonu ilə üz-üzə idin. Bəli, O dövr necə keçdi ki? heç vaxt Allaha bu qədər yaxın olmamışdım. Hətta o dərin olum yatağın anından əvvəl, bəlkə də tam 2 ay önce artıq inanılmaz dərəcədə zəif və halsız olduğum vaxt cəmi 20-30 addım ata bilirdim və hər keçən gün özümü daha da zəifləyən hiss edirdim. Amma Allaha o qədər yaxın idim ki, olum ehtimalı məni heç bir şəkildə qorxutmurdu. Yeganə narahatlığım bəlkə də arxada qoyacağım əziz həyat yoldaşım və sevimli oğlum üçün idi. Amma özüm üçün heç bir qorxu hiss etmirdim. Xilas olduğumu hiss edirdim. O qədər dərin bir ünsiyyətdə idim ki, Allahla, hətta olum belə məni qorxutmurdu. Çünki bilirik ki, İsa tezliklə bizim nəsildə gələndə onu qəbul edən və onun iradəsinə uyğun yaşayan bütün imanlılarını dirildəcək. Beləliklə, bir tərəfdən bu, həyatımın ən gözəl hissəsi idi, amma eyni zamanda bu qədər dərin bir ünsiyyətlə yalnız özüm üçün xilas tapmağım egoistik olardı. Çünki yer üzündə bu qədər insan əbədi olaraq həlak olacaqdı. Və buna görə də orada uzanarkən Allaha dərin bir dua etdim. Əgər bu onun iradəsi idisə, möcüzə göstərsin. Çünki bu sağalmaq məsələsi deyildi, beynin yaradılması məsələsi idi. Çünki mənim beynim artıq yeyilmişdi. Bəli. Gəlin bunu biraz aydınlaşdıraq. Beləliklə, bədxassəli siz sənin başına gəldiyi kimi son kritik günlərdə irəliləmiş mərhələyə çatanda sadəcə olaraq heç bir effektiv müalicə olmur. Təəssüf ki, vəziyyət olduğu kimi qalır və qaçılmaz olma məhkum edilir. Mənim sistem çox bədxassəlidir. Bəzi xoşxassəli sislər var ki, onlar xərcəng deyil, sadəcə beyində bir törəmədir və insanlar onlarla uzun müddət yaşaya bilirlər. Hətta onları əməliyyat etmək də mümkündür. Amma mənim sistem 3-cü və 4-cü dərəcəli idi və homojen deyildi. 3 və 4 nə deməkdir? 4 dərəcə sis var. Birincisi, xoşxassəli sisdir. Bu sadəcə capik kimidir və cərrahi yoldan çıxarıla bilər. Əgər vaxtında müdaxilə olunsa, sağ qalmaq mümkündür. Amma dərəcə nə qədər yüksəkdirsə, xəstəni sağaltmaq bir o qədər mümkünsüz olur. Məndə qeyri-homogen sis var idi və onun bəzi hissələrində glioblastoma var idi ki, bu da ən aqressiv sis novudur. Gördüyünüz kimi, bu MRT müayinəsində kontrast maddə ilə çəkilmiş görüntüdə görünəcək. Beləliklə, xüsusilə ağ sahələr var idi və arxivlərə görə heç kim bu cür sisdən sağ çıxmayıb. İnsanlar sisin olcusundan asılı olaraq təxminən 1-2 il yaşayırlar, lakin heç kim bundan daha uzun yaşamır. Əslində, gəlin bu hekayəni davam etdirək. Beləliklə, 2018-ci ildə yatağınızda tək uzanmışdınız. Allaha hansı duanı etdin? Bu necə ilqi? Düzdür, mən çox uzun müddət dua etdim. Həmin anda yanımda saat yox idi. Amma ən azı 1 saat keçmiş olmalı idi. Orada, yenidən o müqəddəs məkanda bütün günahlarımı uca Allaha səmimi şəkildə etiraf etdim və bütün həyatımı tamamilə ona həsr etmək istədiyimi ürəkdən bildirdim. Əslində, mən biznes sahəsində idim. Mən iqtisadçı idim və bir istehsalçı ilə birlikdə audio avadanlıqları istehsal edən böyük bir şirkət qurmuşdum. Bu isə məni Allahdan daha da uzaqlaşdırdı. Beləliklə sadəcə olaraq Allahın buna icazə verməsi lazım idi ki, onunla olum və onun yanında qalım. Amma o duada mən hər şey üçün Allaha dua etdim, ondan uz döndərdiyimə, o isə və bütün o şeylərə qarışdığıma görə məni bağışlamasını istədim. Və mən ona xatırlaya bildiyim bütün günahlarımı etiraf etdim və səmimi qəlbdən onun ilahi bağışlanmasını istədim. Və əgər həqiqətən də onun müqəddəs iradəsi idisə, əvvəl dediyim kimi, həqiqətən möcüzəvi bir müdaxilə etsin ki, mən bütün insanlığa təcili xəbərdarlıq mesajı göndərə bilim və İsa'nın sanlı qayıdışından əvvəl çoxlu insan xilas ola bilsin. Və mən ciddi şəkildə amin dedikdən sonra aydın, yüksək və güclü bir səs eşitdim. Sənin əbədi olaraq ölməyinə qətiyyən icazə verməyəcəyəm. Niyə əbədi olaraq? Çünki İsa bizim ömrümüzdə gələcək. Sadəcə dünyada baş verən bütün bu dərin böhranlara baxın. Gözümüzün qabağında get-gedə dərinləşən bu zalim diktatura necə inkişaf edir? Mənim ovladlarım, insanlar kör olublar, çünki bu tədricən baş verir. Amma son 20 ilə baxsanız, insanların psixologiyası, düşüncə tərzi dəyişib. Artıq heç kimdən danışmaq istəmir. Sadəcə mobil telefon var. Bütün gün sadəcə mobil telefonu əllərində tutub oxuyurlar.
Yəni hər şey dəyişib. Əxlaqsızlıq elə bir şəkildə bütün dünyada yayılıb ki, bunu anlamaq mümkün deyil. Cəmi 20 il əvvəl bu dərin dəyişiklik tamamilə təsəvvür olunmaz idi. Amma mən daim dediyim kimi, təəssüf ki, biz bunu hər gün kiçik, gizli dozalarla qəbul etdiyimiz üçün artıq insanlığın bas vermiş və kök salmış bu dərin və narahat edici tənəzzülünü tam şəkildə dərk etməyə belə həqiqətən qadir deyilik. Başa düşdüm. Deməli, siz Allaha ürəkdən bir dua etdiniz və bu təxminən 1 saat davam etdi. Bəs o mühüm duadan sonra dəqiq olaraq nə baş verir? Deməli, mən xəstəxanadaydım və ilk maraqlı şey o oldu ki, qəfil yad insanlar, digər xəstələr yanıma gəlib soruşmağa başladılar ki, görəsən, Allah haqqında nəsə eşidə bilərlərmi? Və bu, həmin vaxt yaşadığım ölkədə baş verirdi. Bu, Allahdan uzaq, ateist bir ölkə idi. Universitetdən əvvəl ilk isim rentgen texniki kimi idi və mən rentgen və tomografiya şöbəsini idarə edirdim. Ona görə də tibb mühitində atmosferin necə olduğunu çox yaxşı bilirəm. Və o mühitdə Allahdan danışmaq mümkün deyil. Amma maraqlısı odur ki, orada olduğum müddətdə təxminən 30 nəfər yanıma gəldi. Bu böyük bir rəqəmdir və onların hamısı həqiqətə susamışdı. Mən də hər birinə həqiqəti deyə bildim. Məni ən çox təəccübləndirən isə o idi ki, tanış olduğum bütün insanlar arasında həkimlərdən tutmuş gigiyena üzrə məsul şəxslərə qədər ən böyük təcrübəm gigiyenaya cavabdeh olan bir insanla oldu. Nədənsə həyat yoldaşım vasitəsilə o mənim haqqımda soruşmağa başladı. Tamamilə yad bir insanı anlamaq, insanların sənin haqqında soruşub əlaqə qurmaq istəməsi həqiqətən də çətindir. Sonra bir neçə gün də başqa uzaq bir yerdə qaldım və təəssüf ki, həmin qadınla görüşmə imkanım olmadı. Oraya getdim və hələ uzaqdan belə o dərhal mənə səsləndi. Göran, hey, mənə həqiqət, Tanrı, İsa haqqında həqiqətən dərin bir şey deyə bilərsənmi? Yəni, orada elə inanılmaz möcüzələr baş verirdi və insanlar o xəstəxanada imana gəlirdilər ki, acıqı, soka düşmüşdüm, çünki indiyə qədər belə bir şey yaşamamışdım. Həmsə müqəddəs kitabı və İsa'nın qaydasından əvvəlki son dövrləri öyrənmişdim. Amma heç vaxt bu qədər güclü və təsirli Allahın işlərinə sahib olmamışdım. Bunu da deyə bilərəm ki, bugün də Allah üçün intensiv işləyirəm və möcüzələr daim baş verir. Məsələn, yaxınlarda mən tamamilə qeyri-real və hətta mümkün olmayan, həqiqətən qəribə və anlaşılmaz hadisələr nəticəsində nədənsə məhz o insanla əlaqə saxlamağa nail oldum. Sonra insanlar mənə zəng etdilər, çünki çox bədbəxt bir qadın vardı. O, aqressiv xərzəngdən yavaş-yavaş olurdu və xəstəlik onun bütün qarın boşluğunu tamamilə vurmuşdu. Hər şey, hər bir orqan tamamilə yox olmuşdu və bunu görmək həqiqətən dəhşətli və ürəyacıqırıcı idi. Nəticədə sevimli həyat yoldaşımla birlikdə onun yanına getdi, onunla ürəkdən dua etdi və Allah dərin və əbədi həqiqət haqqında uzun-uzadı söhbət etdik. Bundan sonra onu klinikanın paliativ yardım şöbəsinə göndərdilər. Orada həyatının sonuna yaxın olan insanlar yerləşdirilir. Biz dua etdik və mənim bir qrupum da var. Hətta sənə linki göndərə bilərəm ki, Facebookda və onlayn olaraq bizə qoşula biləsən. Hər halda dualarımızdan bir neçə gün sonra qadın paliativ yardım şöbəsindən evə buraxıldı. Özünü heç vaxt olmadığı qədər yaxşı hiss edirdi. İndi isə o bizim qrup dualarımıza da qoşulur. Biz belə şeyləri daim yaşayırıq. Allaha şükür, Allaha şükür. Bu, Allahla olan ünsiyyətimin nəticəsi idi. Hətta 2018-dən əvvəl də mən onun ucu müxtəlif mərhələlərdə çalışmışam, amma o vaxtdan bəri bütün həyatımı tamamilə ona həsr etmişəm. Və nəticədə bir çox insan həqiqətən Allahı tapıb. Öz gücümlə deyil, məhz ona görə ki, ağlımı Allaha verdim. Beləliklə o bu dərin sözləri mənim vasitəmlə özüm yox, ilahi rəhbərliklə deyə bildi. Allaha həmd olsun. Sadəcə təcrübənizə biraz qayıtmağımızı istərdim. Bir saatlıq duadan sonra xərcənglə nə baş verdi? Həkimlər nə dedilər? Skandallar sonradan necə görünürdü? Xəstəxanada olarkən yenidən acdılar. Bilirsiniz, görmək üçün nə etmək olar. Sonra isə bağladılar. Təhlil ucun təxminən 1,5 santimetr toxuma götürdülər və orada yalnız 4-cü mərhələ olduğunu tapdılar. Bu o deməkdir ki, ən bədxassəli sisti arxivlərdə belə rast gəlinməyən bir novdur. Milyardlarla insan arasında həmişə nə isə sağ çıxan biri ola bilər. Elə Yaponiyadakı bombalar kimi 400 metr məsafədə belə sağ qalan insanlar olub.
Amma normal şəraitdə, tibbi arxivlərdə bunun sağ qalan bir nəfər belə qeydə alınmıyor. Çünki bu daha sürətlidir və hətta təbii müalicələrlə belə mümkün deyil. Mən bitki ekstraktları ilə təbii müalicənin tərəfdarıyam. Biomağazalarda satılan, sadəcə pul qazanmaq üçün olan o güya vitamin və mineralların yox. Amma həmin mağazalarda bu ekstraktlar da var. Məsələn, kalsium ekstraktı okeandakı müəyyən bir bitkidən hazırlanır və bu mütləq canlı bir maddədən olmalıdır. Çünki ondan sonra hər şey incə şəkildə uyudulur. Demək istədiyim oldu ki, mən o klassik bitki təbabətini dəstəkləyirəm. Bu gün bizdə olanlardan çox daha dərinə gedir. İnsanlar isə bunun hamısının pul üçün olduğunu başa düşmürlər. Amma əsas suala qayıdaraq, o həqiqətən heyrətamiz təcrübədən sonra çox tez yataqdan qalxdım və hər şeyi səmərəli şəkildə idarə etdim. İnsanlar israrla mənə zəng edirdilər, hələ onların yataqlarında olarkən mənimlə danışmaq istəyirdilər. Hətta yanıma gələn sədaqətli tibb bacıları da məni yoxlamağa gəlirdilər. Bütün bunlar həqiqətən olduqca maraqlı idi və əlbəttə ki, yadda qalan bir dövr oldu. Və sonra, bilmirəm, həkimlər mənim bu qədər yaxşı vəziyyətdə olmağıma inana bilmirdilər. Ona görə də məni əvvəlcədən planlaşdırdıqlarından biraz daha çox saxladılar. Amma yaxşıca 10 gündən sonra rəsmi olaraq evə buraxıldım və dərhal mehriban ailəmlə birlikdə evə getdim. Özümü çox yaxşı və rahat hiss edirdim. O vaxt biz dağ kəndində yaşayırdıq və təpələrdən keçərək 10 kilometrlik bir gəzintiyə çıxdıq. Və ondan əvvəl mən 10 metr belə gəzə bilmirdim, amma Allahın möcüzəsindən sonra 3 saatdan çox davam edən təpələrdə yuxarı aşağı bir gəzintiyə çıxdım. Allah həqiqətən ağla sığmaz bir möcüzə göstərdi. Deyə biləcəyim budur və bütün həkimlər də mənimlə razılaşır. Məni ən yaxşı həkimlər müayinə etdi, çünki bas verənləri anlaya bilmirdilər. Bir həkim dedi ki, bilirsiniz cənab, Allah yoxdur və möcüzələr bas vermir. İndi sizə bir şey deyim. Sisiniz yoxa çıxdığı üçün əslində yoxa çıxmayıb, çünki o sadəcə yox ola bilməz. Əksinə, bədəniniz onu nəsə bir şəkildə bukub və hüceyrələrin arasında gizlədib. Allah yoxdur, möcüzələr yoxdur. Buna görə də bu sadəcə təkamül ehtimalıdır. Yəni bədən bir yol tapıb o beyni bukub ki, funksiyası davam etsin. Yəni həkimlərə boyu hörmətim var, çünki onlar son dərəcə savadlıdırlar və adi diplom alanlardan 2 dəfə çox oxuyurlar. Amma həkim kimi insan öz ağlından istifadə etməlidir. Çünki dərman sənayesi universitet prosesini idarə edir və tələbələri yanlış məlumatlarla bombardman edir ki, onların dərmanları satılsın. Amma bunu vurğulamaq lazımdır. Həkimlər təbii təbabətdə də vacibdir. Çox adam var ki, ifrata varıb deyir ki, ümumiyyətlə həkimlərə ehtiyacımız yoxdur. Əsl tarazlıq hər iki tərəfdən istifadə edib onları süzgəcdən keçirməkdir. Məhz bu, həqiqətən bas verən şey idi. Həkimlər olduqca təəccübləndilər, bəziləri həqiqəti etiraf etdilər və həmin qrupdan bir həkim də var idi. O, uzun müddət bizim dua qrupumuzun əsas üzvlərindən biri olmuşdu. Deməli, əslində, indi həkimlərdən danışırıqsa, yadıma düşdü ki, yaxın olduğum bir dostum var idi. O, onun təbii təbabət praktikası olan bir həkim idi və çox rəsmi bir tibb mütəxəssisi idi. Amma o, yeni çağ dinində iştirak edirdi və orada digər tərəfdən gələn metodlardan istifadə olunurdu. Sonra isə möcüzəvi şəkildə Allah bizi onun anası vasitəsilə birləşdirdi. Anası ateist idi və mənim səfa tapmağım barədə eşitmişdi. Sonra o istəyirdi ki, biz onun vəziyyəti barədə də danışaq. Onun da belə bir problemi var idi. Necə deyirlər duma? Bu sinirlərin tədricən sıradan çıxması ilə gedən bir xəstəlikdir. Tezliklə yeriyə bilmirsən, getdikcə zəifləyirsən, sonda isə ağzın belə aça bilmirsən və olursan. Əsasən bu sağalmaz bir xəstəlikdir. Ondan sağalan heç kim yoxdur. Hətta o vaxtlar belə Allah onu qoruyurdu, hələ bizi tanımamışdan əvvəldə. O, yeni dövr inanclarına meyilli olsa da, xəstəliyi ondan 15 il ərzində olduqca yavaş irəlilədi. Bu isə adətən belə olmur. Amma Allah onu hazırlayırdı, çünki bilirdi ki, o bir gün həqiqəti tanıyacaq. Sonra o, bizim qrupumuza qoşuldu və daha sonra, indi çox detallara varmadan deyim ki, biz əsasən həqiqət, din və sair mövzularda çox danışdıq. Çoxu maneələr var idi. Şeytan onu dayandırmağa çalışırdı və indi o, Allaha çox sadiq bir qadındır. Və elə bu yaxınlarda 2-3 ay əvvəl hər şey aradan qalxdı. O, fiziki cəhətdən tamamilə normal oldu, baxmayaraq ki, o sinirlər məhv olmuşdu, hər şey bərpa olundu və indi 68 yaşında yeniyetmə kimi yeriyir. Şükür Allaha, şükür Allaha. Mənə de, dua etdiyiniz ondan tam sağalana qədər nə qədər vaxt keçdi?
O bir gecədə dua etdikdən dərhal sonra bas verdi, yoxsa tədricən yoxa çıxması üçün müəyyən bir müddət keçdi? Xatırlaya bilirsən? Yaxşı, dediyim kimi o andan sonra ayağa qalxdım və qucumu, hər şeyimi bərpa etdim. Amma hər şeyin tam düzəlməsi, beyində toplanan qan laxtalarının təmizlənməsi və hər şeyin qaydasına düşməsi bəlkə də 1-2 il çəkdi. Amma deməliyəm ki, yalan danışdığımı düşünmür. Allah məni biraz zəif qoydu. Yəni bu gün də, məsələn, Həvari Paul ilə müqayisə etsək, tam güclü deyiləm. O başındakı xəstəliyin qurtulması üçün Allaha 3 dəfə dua etmişdi. Və İsa ona dedi, müqəddəs kitabda oxuduğumuz kimi, artıq məndən kifayət qədər istəmirsən, bu barədə məndən daha çox istəmə. Beləliklə, Allah çox vaxt insanları təkəbbürə qapılmasınlar deyə əzab içində saxlayır. Bir menecer kimi məndə təkəbbür yaranmaq meyli ola bilərdi və buna görə də Allah məni sadəcə belə qoydu. O, məni hər yerə apardı, amma sonda özünə və təvazükarlığa gətirdi. Amma mən və hamımız hələ də daim Allaha dua etməliyik ki, mənfi xüsusiyyətlərimiz yenidən yaranmasın. Əlbəttə, mənə o xəstəlik dövrünün, xəstəlik məzuniyyətinin, keçdiyin çətinliklərin, əziyyətlərin hamısı barədə danış. Tutaq ki, bütün bu təcrübədə Allah sizə nə göstərdi? Sevgi. Əvvəllər necə bir həyat yaşamısınız? O, adi bir vətəndaşın orta ömrünü yaşadı. Mən cinayətdə və ya xüsusilə pis işlərdə iştirak etməmişəm. Amma vəziyyət elədir ki, cinayətkarlar Tanrı qarşısında çox vaxt ona və qurtuluşa daha yaxın olurlar. Soyuyan insanlardan daha çox, Allahı tanıyanlar da buna baxanda soyuyurlar. Gəlin, İsa ilə birlikdə carmıqda olan oğlunu xatırlayarım. O xilas oldu, amma onu olduran, Allaha yaxın olan bütün o Yahudilər xilas olmadılar. Deməli, Allah bizim məsuliyyətimizi binik səviyyəmizə görə müəyyən edir. Və mən pastorların, xristiyan vaizlərinin ovladı və nəvəsi olduğum üçün başqalarından daha çox bilirdim. Və Allah günahı biliyə görə olsun. Beləliklə, heç nə bilməyənlər, Allahın varlığını heç eşitməyənlər öz xarakterlərinə və biliklərinə görə xilas olacaqlar. Amma biliklərimiz nə qədər dərin olarsa, müəyyən mənada daha çox qorunmuş olarıq. Çünki biliklərimiz nə qədər dərin olarsa, Allaha bir o qədər yaxın olarıq və bir o qədər qorunarıq. Eyni zamanda daha çox məsuliyyət daşıyırıq. Düz deyirsən. Beləliklə, təkrar edirəm, bilik xilas olmaq üçün sərt deyil, amma kömək edir. Şeytan, biliyimiz olduqda, bizi yeni dövrə, hər cür şeyə daha asanlığına apara bilər. Onda deyərdinizmi ki, həyatınızda gəlin düşünək ki, o ağır xəstəlikdən əvvəl cizəylənən bir şirkət, uğurlu bir biznes müəssisəsi və s. qurmusunuz. Siz həqiqətən də insanlara beyinlərini tam şəkildə məşğul edəcək, çətin və maraqlı olan sahibkarlıq dünyasına fəal şəkildə atılmağı tövsiyə edirsinizmi? Bir insan həyatında bunun bütə çevrilməməsi üçün nə dərəcədə irəli getməlidir? Əslində, biznesin özü günah deyil deyək ki. İnsanlar yasamalı və fəaliyyət göstərməlidirlər. Əlbəttə, əsas məsələ budur. Həyatımızın mərkəzində nə dayanır? Düşüncələrimiz haradadır? Əgər gündə 15 saat işlədiyimiz bir biznes qursaq, artıq buna qadir deyilik. Etiraf etməliyik ki, düzünü desəm, indi tamamilə müqəddəs və salih olduğumu deyə bilmərəm. Çünki insan olaraq biz daim boyuyuruq və inkişaf edirik. Çünki İsa'nın qayıtmasından əvvəl biz müqəddəs olmalıyıq. Bir gün bu aspektdən də danışa bilərik. Amma fikirlərimi itirmişdim. Narahat olmayın, çəkinmədən izləyin. Sadəcə titrəməsini dayandırmaq üçün ona vurun. Bəli. Xahiş edirəm sualı təkrarlayım. Telefonun diqqətimi yarındadır. Bəli, insanlara sahibkarlıqla məşğul olmağı tövsiyə edirsinizlər. Və bu həyatınızda deyək ki, bir bütə çevrilməzdən əvvəl nə dərəcədə davam edə bilər? Əhd-i Ətiqdə yer uzunun ən varlı və ən firavan insanının eyni zamanda ən sadiq və dindar insan olduğunu aydın şəkildə görə bilərik. Beləliklə, aydın olur ki, var-dövlətin ozu xilas olmağa qarşı asilməz bir maneə deyil. Amma təəssüf ki, İsa Məsihin ozu da dərin şəkildə dediyi kimi, həqiqətən cənnətə daxil ola bilən varlı insanlar nisbətən azdır. Biz dəvənin dar qapıdan keçdiyi kimi keçə bilməyəcəyik. O deməkdir ki, mənim fikrimcə, biznes yalnız o zaman biznesdir ki, Allah bizi yönləndirir və o, bizi hətta biznes məsələlərində də aparır və biz ona bağlı qalırıq ki, istəyəndə dua edib, ondan burada nə etməli olduğumuz barədə rəhbərlik istəyirik. Biz biznes tərəfdaşımızı aldıracaq, biz qeyri-səmimi olacağıq, biz hər hansı bir şəkildə uğurluq edəcəyik. Amma məsələ də bu deyil.
Əsas məsələ bizim düşüncəmizin mərkəzində nə olduğudur. Əgər görsək ki, biznesə görə biz bunu edə bilməyəcəyik, səhər oyananda ən azı 1 saat dua etməyə vaxt ayıra bilmiriksə, hiss edirik ki, artıq dayanırıq, biznesin gətirdiyi stres gücümüzü alıb, artıq 1 saat dua etmək və axşam yatmazdan əvvəl dua etmək üçün enerjimiz qalmayıbsa, bu bizim üçün bir isarə olmalıdır ki, bu Allahın iradəsinə uyğun deyil. Bu təcrübədən tamamilə sağaldın. Bu gün 2025-ci ildir və deyək ki, bundan azad olduğunuzdan təxminən 4-5 il keçib. Zima. Bəlkə daha da çox. 20-18 il idi. Xeyr, 20-25, 89 ildir. İndi özünüzü necə hiss edirsiniz? İnanıram ki, izləyicilər bunu çox maraqlı tapacaqlar. Həmin dövrdən qalmış hər hansı bir sağlamlıq probleminiz varmı? Düzü özümü daha zəif hiss edirəm. Yəni, demək istəyirəm ki, mən nə həvari Paulam, nə də bir peyğəmbərəm. Sadəcə bunu basa düşməyinizi istəyirəm. Yeganə dəfə Allahın səsini aydın eşitdim, o da məni sağaldanda oldu. O vaxtdan bəri artıq aydın bir səs eşitməmişəm. İnsanlar tez-tez müşahidə etmişəm ki, şeytan tez-tez picildəyir. Və çox vaxt elə olur ki, öz fikirlərimiz bizə elə gəlir ki, güya kimsə nəsə deyir, sanki kimsə bizimlə danışır, amma əslində bu sadəcə öz düşüncələrimiz ola bilər. O sahədə həqiqətən çox ehtiyatlı olmaq lazımdır. Deyə biləcəyim budur. Eyni şey mənim öz təcrübəmə də aiddir. Yəni Allah bizi yönləndirir və biz ona yaxın olanda axırda onun sözlərini eşitməyə başlayırıq. Amma şeytan bizə məhdudiyyətlər qurur. Gəlin, məsələn, o həlledici anı xatırlayaq. İbrahimin birbaşa nəslindən, Esavın soyundan olan Yaqub məhşur şəkildə İsa ilə güləşdi. Müqəddəs kitab acıq şəkildə bildirir ki, bu bir mələk idi. Amma bir xüsusi və dərin mətn var ki, həqiqətən yaxşı və hörmətli bir müəllif bunu çox canlı şəkildə təsvir edir. Eyni anda şeytan özü də arxasında hiləgər şəkildə piçildəyirdi. Daim ona bu mübarizəni əsla uda bilməzsən və sair kimi sözlər deyirdi. Onun beynində sübhə və ümidsizlik toxumları çətməyə çalışırdı. Ya da qalib gəlib nifrət dolu olmasını istəyirdi. Sadə desək, biz həqiqətən fövqəltəbii aləmlə bağlı son dərəcə ehtiyatlı olmalıyıq, çünki şeytan ən çox orada mövcuddur. Mən müşahidə etmişəm ki, həqiqətə doğru yönələn bir çox hərəkətdə şeytan dərhal orada peyda olur və nəticədə onlar əvvəlkindən də pis bir azğınlığa düşürlər. Tamamilə. Hazırda bitki əsaslı pəhrizdəsinizmi və başqalarına da bitki əsaslı pəhriz tövsiyə edirsinizmi? Bu günlərdə bitki əsaslı pəhriz vacibdir. Sadəcə bir şey deyərdim, tam səmimi olaraq mən heyvan mənşəli məhsullar istehlak etmirəm. Bugünün bitkiləri, xüsusilə də onları öz bağınızda, öz torpağınızda yetişdirmirsinizsə çox kasirdir. Və eyni zamanda biz məcburən yumurta istehlak etməyə məcbur oluruq. Yumurta həqiqətən də tərkibində yalnız ət deyil, yeganə heyvan mənşəli məhsuldur. Sadəcə yetişmiş bir şey deyil, tam bir varlığın tam inkişaf edə bilməsi üçün, həyatın davamı üçün lazım olan hər şey oradadır. Yəni orada tam bir konsentrasiya var. Bir gün təqib başlasa, onları boyutmaya məcbur qalsaq, təəccüblənmərəm. Amma bu bir kənara qoyulmalıdır. Yəni yumurta bizim 99% bitki əsaslı qidalanmamız lazımdır. Və məsələn yemək üçün corə bişirməliyik. Düşmən əslində corəyi bugünkü qidalanmada ən zəhərli maddəyə çevirib. Və bugünün buğdasında onun gen quruluşu dəyişdirilir. Ona görə də olduqca təhlükəli hala gəlir. Amma emmer kimi bütün digər növlər əgər yalnız quru maya ilə hazırlanırsa, qətiyyən təzə maya ilə yox. Və corəyin içində dəliklər olacaq şəkildə tamamilə quru bişirilməlidir. Ən yaxşısı onu bir gün saxlamandır. Bu sağlam qidalanmanın əsaslarından biridir və s. İndi bu mövzuya toxunmayacağam, baxmayaraq ki, bu barədə çox vaxt sərf etmişəm. Uzun da. Əlbəttə. Amma insanlara biraz daha izah edə bilsək, bugün özünüzü necə hiss edirsiniz? Tamamilə sağlamsınız, yoxsa hələ də ondan qalan hansısa təsirlər var? Nəyə maraqlandıran da budur? Yaxşı, hər şey edə bilirəm. Yəni, kitablar yazıram. Mən həm də fiziki işlə məşğul oluram. Mən tez-tez çox uzun məsafələrə, xüsusən də yalnız bir istiqamətdə 600 kilometrə maşın sürürəm ki, bu da kifayət qədər uzun bir səyahətdir. Normal işləyə bilirəm, amma hiss edirəm ki, əvvəlki kimi deyiləm. Biraz daha zəif. Müəyyən dərəcədə zəiflik hiss edirəm və buna görə Allaha minnətdaram. Çünki həqiqətən də bu məni Həvari Pavelin dərin nümunəsi kimi daim dərin təvazökarlıqda saxlayır.
Beləliklə heç vaxt təkəbbürlü olmayacağam və nəticədə Allahdan uzaqlaşmayacağam. Bunun üçün təşəkkür edirəm. Beləliklə, deyək ki, ən son və ən vacib suallardan biri kimi, həyatda həqiqətən belə dərin bir faciə və böyük kədər yaşamış biri olaraq, bir mühüm aspektdə, həyatda çətin vəziyyətlərdən keçən, ağır xəstəliklərlə mübarizə aparan insanlara nə demək istərdiniz? Onlara bir mesaj vermək sizə buraxıram. Yaxşı, bir şey deyə bilərəm. Allah biz cevrilmə və xilas haqqında sualın kontekstində qeyd etdiyimiz kimi, bizdən öz payımıza düşəni edə bildiyimizi etməyimizi gözləyir. Yəni, Allah Afrikada heç nəyə sahib olmayan qaradərili insanları onların heç nə etmədən sağaldır. Çünki onların bunu etməyə imkanları yoxdur. Amma biz nəsə edə bildiyimiz halda Allah bizdən sağlam qidalanmaya keçməyimizi və bitki ekstraktlarından istifadə etməyimizi gözləyir. Amma bunlar belə ciddi xəstəlikləri sağalda bilmir. Və məhz burada Allahın köməyinə ehtiyac var. Amma biz öz tərəfimizdən ət, spirtli içkilər, qəhvə, siqaret, zərərli seyirlər, qara və yası çaydan imtina etməliyik. Yəni, səhifəmdə olan bütün sağlamlığa zərərli şeyləri bu arada sizə şiddətlə tövsiyə edərdim. Facebookda və internetdə 2 xüsusi səhifəm və qrupum var. Və orada sağlam qidalanma haqqında əhatəli bir bölmə asanlıqla tapa bilərsiniz. Bir necə dəyərli müəllifdən diqqətlə topladığım ətraflı bir kitab var. Orada sağlamlığın bütün əsas prinsipləri, həqiqətən lazım olan vacib çıxarışlar və s. ətraflı izah olunur. Düşünürəm, zəhmət olmasa onu ekrana yaza bilərsiniz. Yaza bilərsiniz, onu əldə edəcəksiniz. Ən vacib şey sağlam qidalanmaqdır. Bəzi xəstəliklərdə isə, məsələn, 20 dəfə konsentratlaşdırılmış qırtıq ekstraktı var. Deməli, adi qırtıq ekstraktı sağlamdır, amma müalicə etmir. Əgər o ağır xəstəliklərdə yüksək konsentrasiyada qəbul etsəz, dediyiniz kimi sağalmaq mümkündür. Yəni, sağlam qidalanma vacibdir, amma xüsusi vasitələr də lazımdır, hansılar ki, hazırladığım kitabda yer alıb. Və bütün bunlar qəbul edildikdə, hətta son mərhələlərdə belə sağlamlığı bərpa etmək mümkündür. Qalanı isə Allah edir. Əlbəttə. Yəni, siz də tövsiyə edərdiniz ki, bacardığımız qədər üzərimizə düşən hər şeyi edək. Bəli, üzərimizə düşən hər şeyi. Üzərimizə düşən hər şeyi və Allaha dua, daim ona təslim olmaq və bu. Yeni bir doğuluz və bu da özünü göstərir. Mən sadəcə kiməsə bir sual verə bilərəm. Əgər sizə nifrət edən, sizə hücum edən, müxtəlif sahələrdə, o cümlədən işdə sizə zərər verən birini görürsünüzsə və həmin insana qarşı ürəyinizdə nifrət hiss edirsinizsə, bu sizin üçün Allaha dua etməyə başlamaq üçün bir siqnal olmalıdır ki, Allah ürəyinizdə sevgi doluluğu versin. Necə ki, İsa düşmənlərini sevirdi, biz də düşmənlərimizi sevməliyik. O demək deyil ki, biz düşmənlərimizin qarşısında baş əyməliyik, amma nifrət etməməliyik və hətta ən pis düşmənimiz bizə gəlsə belə ona kömək etməliyik. Görəm, bu inanılmaz dərəcədə dərin podkastın həqiqətən ayrılmaz bir hissəsi olduğun üçün sənə çox təşəkkür edirəm. Əgər icazə versən, sonuncu, dərin bir sual verməyə cəsarət edim. Aydındır ki, Allah səni o acil xəstəlikdən xilas edib ki, bu dünyada həqiqətən parlaq bir işıq ola biləsən. Onu və onun ilahi sözünü açıq şəkildə paylaşmaq üçün, əgər bu sənin yer üzündəki son səmimi çıxışın olsaydı, bütün insanlara hansı dərin mesajı çatdırmaq istərdin? Allah sizi sevir, İsa sizi sevir. Atamız Allahın və onun oğlu İsa'nın bizə verdiyi sevgidən daha böyük bir sevgi yoxdur.